Dəyərli dostlar, sizə növbəti maraqlı məsələlərdən birini təqdim edirəm. Məsələnin şərti belədir. 23 sentyabrda başlanğıc meridianında yerləşən bir məntəqəsində Günəşin üfüq üzərində vəziyyətinə əsasən ikinci məntəqənin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Dostlar, bu təsvirə diqqət edək. Və bu təsvir qeyd edim ki, eyni məqamda təsvir olunmuşdur. Həmin məqamda yer kürəsinin bir hissəsində Günəş batırsa, hansısa digər bir hissəsində Günəş yenə də ortada olur. Yəni verilən məntəqəyə 90 dərəcə bucaq altında düşür. Biz bu məntəqənin hansı coğrafi uzunluqda yerləşməli olduğunu tapmalıyıq. Bunun üçün dostlar, ilkin olaraq bildiyimiz tərzdə yer kürəsinin təsvirini yaradaq. Hesab edək ki, bu yer kürəsidir. Və bu yer kürəsinin ekvator xəttidir. Və bu məqamı yer kürəsində fərqləndirmək üçün Uranı başqa bir rəngdə təsvir edək. Dəyərli dostlar, baxın, bu təsvir yer kürəsində bu hissədə hesab edək ki, əks olunub. Biz bilirik ki, 20 sentyabr tarixində Günəş ekvator üzərində zenitdə olur. Həmin gün payız gecə-gündüz bərabərliyi günü adlanır. Gecə ilə gündüzün uzunluğu bərabərləşir. Yer kürəsinin hər iki yarımkürəsi, həm şimal, həm cənub yarımkürəsi bərabər dərəcədə işıq şüası, günəş şüası qəbul edə bilir. Əgər bu məqamda günorta vaxtı söhbət getsəydi, Günəş təbii ki, bu nöqtədə olardı və ekvatora 90 dərəcə bucaq altında düşərdi. Lakin qeyd olunan təsvirdə Günəşin batdığı ərəfə təsvir olunub. Yəni ki, hesab edək ki, Günəş buradadır. Baxın. Qırmızı rəngli hissəyə görə Günəş batmaqdadır. Baxın, bu təsvirdir. Lakin görürük ki, Günəş əgər bu hissəyə görə, bu məqama görə batırsa, hansısa bir məqama görə, baxın bu tərəfə, Günəş 90 dərəcə bucaq altında yenə düşə bilir. Baxmayaraq ki, birinci məntəqədə artıq batmaqdadır. Gəlin, Günəşin 90 dərəcə bucaq altında düşməli olduğu məntəqələri təsvir olaraq rənglərlə göstərək. Bunu bir-birindən ayıraq, dostlar. Və onu da ayrıca rəngdə göstərək. Dostlar, bir-birindən ayıraq. Aha. Dostlar, təsvirdə gördüyünüz sarı rəngdə işarə olunmuş tərəf bizim məsələdə şərtdə verilən, baxın bu tərəfə uyğun gəlir. Gördüyünüz kimi, birinci məqamda, baxın, qırmızı tərəfə nisbətən Günəş batsa da, baxın, sarı tərəfə nisbətən Günəş yenə bu məqamda durur. Yəni, Günəş həmin yerə 90 dərəcəli bucaq altında və ya ortada mövqe tutmaqla düşə bilər. İndi isə tapaq, Günəş əgər bu məqamda 90 dərəcə bucaq altına düşürsə, o hansı məntəqə ola bilər? Biz bilirik ki, yer kürəsini tam dolanaraq, tam fırlanaraq, bir dəfə tam dövrə vurmaq üçün 360 dərəcə hərəkət etməli olur. Düzdürmü? Lakin, əgər onun bir tərəfindən, yəni tən yarısından söhbət gedirsə, deməli, sarı rəngli tərəf ümumilikdə 180 dərəcə eləyir. Lakin, Günəş bu 180 dərəcənin hər yerinə düşmür. Onun yalnız orta hissəsinə düşür, 90 dərəcəli bucaqla. 180 dərəcənin ortası neçə dərəcə eləyir? Təbii ki, 90 dərəcə. Və diqqət edirik. Baxın, Günəşin batdığı tərəfdir, yəni qərb tərəfdir. Əgər gün çıxan tərəf olsaydı, şərq tərəfi götürərdi və Günəş bu tərəfdə olardı.
Lakin qərb tərəfdə olduğuna görə Günəşin bu məqamda düşdüyü nöqtə 90 dərəcəli qərb uzunluğuna uyğun gəlir. Deməli, bu bizim axtardığımız cavabdır. Deməli, Günəş 23 sentyabr tarixində başlanğıc meridianında yerləşən bir məntəqəsində əgər üfüq üzərindəki vəziyyəti batmağa doğrudursa, onda 90 dərəcəli qərb uzunluğunda Günəşin üfüq üzərində vəziyyəti tam ortada mövqe tutmaqdadır və 90 dərəcəli qərb uzunluğunda yerləşən məntəqəyə düz bucaq altında perpendikulyar şəklində düşməkdə olacaqdır. Dostlar, bu bizim axtardığımız düzgün cavabdır və o variantlar arasında C variantında yerini tutmuşdur.